Bir dənə də məsləhət vermək istəyirəm. İkinci məsləhət ondan ibarətdir ki, hərəkətə başlayanda sürücülər, elə bil ki, bucaq altında, 45 dərəcə bucaq altında maşınların yanından çıxırsan da, qabağında maşın var, dalında maşın var. Deməli, bilirlər ki, güzgüyə baxmaq lazımdır. Gəlin güzgüyə baxırlar, sonra sükanı fırladırlar. Maşın artıq 45 dərəcə durub, 45 dərəcə durub. Gənə də güzgüyə baxırlar. Amma güzgü nəyə göstərir artıq? Barjuru göstərir. Axı maşın əyridir. Maşın artıq gələn maşınları görsənmir. Ona görə nə etməli? Deməli, son baxış adında bir şey var. Baş çörülməlidir. Deməli, maşın 45 dərəcə duranda artıq güzgü, əvvəl güzgüyə baxırsan, sonra maşını əyirsən. Maşını əyəndən sonra o güzgü artıq barjuru göstərir. Sən başını çörürsən geriyə və baxırsan, mütləq bu başın çörülməsi lazımdır. Çünki o güzgüyə baxanda maşın görsənmir, sən də başını çörməsən, kəskin çıxırsan, oradan da maşın gəlir, vurur və sən deməli rəngsazların və dəmirçilərin yaxın dostu olur.